Tarixi türk dövlətlərinin bayraqları nə mənalar daşıyırdı? Göytürklər. Göytürklər dövlətinin bilinən bir bayrağı yox idi. Lakin Çin mənbələrinə görə mavi rəng qurd başlı tulvardan istifadə edirdilər. Bu simvol türklərin əfsanəbəz dadı olan Asena adlı dişi qurdu təmsil edirdi. Qurd simvolu türklərin köçəri həyatındakı gücü, azadlığı və liderliyini bildirirdi. Hun imperatorluğu. Hun imperatorluğunun bayrağında da yenə qurd və ya əjdaha fiqurlarından istifadə edildiyi təxmin edilməkdədir. Bu fiqurlar Hunların döyüşçü ruhunu, gücünü və döyüşçülüyünü simvolizə edirdi. Böyük Səlcuqlu dövləti. Səlcuqluların simvolu adətən yayın arxasında dayanan ox və yay kimi təsvir edilirdi. Yay hakimiyyəti və gücü, ox isə əmrə itaəti və ordunu təmsil edirdi. Bu simvol sikkələrdə və memarlıq əsərlərində tez-tez istifadə olunurdu. Həmçinin Səlcuqlu bayrağında bəzən iki başlı qartal və tək başlı qartal simvolları da yer alırdı. İki başlı qartal simvolu Qərb və Şərq hökmranlığını və qlobal bir imperatorluğu simvolizə edirdi. Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinə gəldikdə isə hər iki türk dövləti də boyvarının damğasını bayraqlarında istifadə edirdilər. Səfəvilər. Səfəvi dövlətinin bayrağı müxtəlif dövrlərdə dəyişmişdir. İlk dövrlərdə yaşıl fon üzərində ağ quzu və ya sadəcə yaşıl sancaqlardan istifadə olunurdu. Daha sonra ən məşhur bayraqları üzərində günəşin qarşısında dayanan aslan fiquru olan bayraqdır. Aslan simvolu Şia inancında mühüm bir şəxsiyyət olan Həzrət Əliyi təmsil edirdi. Aslan gücü və ədaləti, günəş isə dövləti və nuru simvolizə edirdi. Osmanlı dövləti. Osmanlıların quruluş dövründə qayı boynun simvolu olan ox və yay istifadə olunurdu. Daha sonra isə Osmanlılar müxtəlif dövrlərdə fərqli sancaqlar işlətdilər. Ən çox tanınan və son dövrlərə qədər istifadə olunan bayraq isə qırmızı fon üzərində ağ hilal və ulduzdur. Qırmızı rəng adətən müharibəni, qanı və gücü təmsil edirdi. Hilal İslamiyyəti və ilahi rəhbərliyi simvolizə edirdi. Ulduz isə fərqli mənalar daşıyırdı. Bəzən İslamın 5 şərtini, bəzən parlaq bir gələcəyi, bəzən də dövlətin parlaqlığını təmsil edirdi. Teymurilər imperiyası. Teymurilərin bayrağı haqqında dəqiq məlumat olmasa da, Teymurun şəxsi tuğrası və simvolu olan üçbucaq içində üç halqa motivindən istifadə etdiyi məlumdur. Bu simvol dünyanın üçdə birinə hökm etmə və ya dünyanın üçdə ikisinə hökmranlıq etmə kimi fərqli mənalara yazılırdı. Bu üç halqa Avropa, Asiya və Afrikadakı hökmranlığı təmsil edirdi. Əfşarvar dövləti. Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn Nadir Şahın qurduğu Əfşarvar dövləti yenə Səfəvi bayrağının xırda dəyişikliyə məruz qalmış versiyasından istifadə edirdi. Buradakı günəş simvolu Nadir Şahın İranın günəşi olduğunu təmsil edir. Aslan simvolu isə yenə şialikdə Həzrət Əlini təmsil edirdi. Qacarvar dövləti. Qacarvar dövləti də Səfəvi bayrağının biraz daha bəcədilmiş versiyasını istifadə edirdi və bu da Qacarvar dövlətinin də Səfəvi dövlətinin varisi olduğunu bildirir. Həmçinin günəşi İranın simvolu kimi təmsil edirdi.